Herkese salam dostlar. Ben Camal. Ben bundan əvvəl bir dənə video çəkmişdim və o videonu sevdim çəkib. Bu mənim evimin davamı idi. O videoda çəkmişdim. Evimin davamı. Bura mənim otağım idi. Deyəsən bunların yaxınlığında bir dənə madən olmalıdır. Çünki mən belə səslər gəldi evimdən. Ya da axşam, yoxsa səhərdir, şimdi ona görə deyirəm. Buzdakı mənim də yeməyim daha qalmayıb ki, bir dənə bu qalıb. Başqa da yeməyim yoxdur. Taxta ilə pişirmiyorlar inşallah. Hə. Olur şükür. İndi bundan pişirəcəm. Oy. Bütün canım yerine geldi. Şükür. Bu günler dostlar. Ay. Qırdım. Bu günləri otağımdan o yüzü qoxuna eləyəcəm. Baxın. Buradan o yüzünü otağa eləyəcəm. Bunlar başqa bir otaq. Qoxunanı eləmişəm. Dostlar, mən buranı elədim, amma qazmanın sürəci bitdi, ona görə təzə qazma elədim. Və bu otaq balaca deyib, biraz böyüdəcəm bunu. Uşaqlarımı buradan ayrılmayacağım, yəni bu evdən. Özümə ancaq təzə evlər tikə bilərəm. Amma bu evdə yaşayacağım deyəsən. Çünki bu ev lap yekə oldu. Mənim üçün qəşəngdir də ona görə. Buradan böyle otaq. Məncə bu otaq biraz balaca oldu. Burada bu en boş otağım, en yekə otağım budur, baxın. Buradan da bir dənə keçid eləyək, yoxsa da. Belə keçid. Məncə belə olar, yoxsa bunun üstündə qırım yorumlara yazın, zəhmət olmasa. Məncə belə qalsın da yaxşıdır, nə olacaq. Şuna oturmasa da olur. Dəqiqə. Qapımız yoxdur. Qırmağa başlayaq. Bura mənim otağım olacaq. Lap.
Amma kömür. Mən buranı sonradan bağlayaram. Buranın kömürləri qırmayın. Çünki kömürün özü tapılmır. Dəmir niyə tapılmır? Heç dəmiri mən də bilmirəm. Tapmışdıq bir. Bir 4-5 dənə tapmışdım, amma ondan sonra tapamadım. Varımdır dəmirim. Yoxdur. Oha, nə qədər kömür. Uy, da. Buranı bağlayaq. Dostlar, otağı tikib qurtardım və yanında başqa bir dənə otaq tikdim. Yəni bu otaq girdik. Bir dənə otaqda. Burada bir dənə otaq tikəcəm. Bu da Camal vs Minecraft 4-cü bölümdə olacaq. Sağ olun dostlar.